Dostlar, namaste. Ekrana yaxın oturaq. Sizə çox önəmli məlumat verəcəm. Bəlkə də bu məlumat sənin həyatını dəyişə bilər. Əgər sənin bədənində fiziki ağrılar var, çiyinlərdə, sinəndə, sinən sıxılır, qamətini saxlaya bilmirsən, bel ağrıları var, ayaqların ağrıyır, hansısa bir travma var. Misal üçün, qolunda yırtıq var və yaxud ayağında, fərqi yoxdur. İllərlə sən onu tam olaraq bərpa edə bilmirsən. Olmusan hamı kimin, həkimlərin qurbanı, bütün klinikaları artıq adla tanıyırsan, qalmadığı analiz qalmayıb, hamını, hər şeyi vermisən, bütün prosedurları keçmisən və minlərlə pullar xərcləmisən ki, bu problemi həll edəsən, nə qədər zaman itirmisən, nə qədər işdən icazə almısan. Yəni, nə qədər sənə diskomfort yaşadıb bu məsələ. Bunu qoyaq bir yana, bu artıq keçmişdir, keçmişi biz unutmalıyıq. Amma oradan dərs çıxarmalıyıq. Mən sənə izah edəcəm, səndə olan ümumiyyətcə o gərginlik, zehinsal olaraq hətta, həyat sənə ağır gəlir, sanki problemləri artıq həll edə bilmirsən, gücsüzsən, enerjin yoxdur. Baxın, bədən necə çalışır? Biz ümumiyyətcə anlamalıyıq ki, insan dünyaya sağlam gəlir və sağlam dünyadan köçməlidir. Mən sağlam insanlardan danışıram, fiziki qüsurlu insanlardan danışmıram. Yəni, karması ağır olan insanlardan danışmıram. Biz anlamalıyıq. Əgər insan sağlam dünyaya gəlirsə, sağlam da köçməlidir. Amma necə olur ki, artıq 25 yaşında, hətta 30 yaşında, 35 yaşında insanlar bir çox əməliyyatlardan keçirlər, bir çox problemlərdən keçirlər. Bədən çox tez qocalır, keyfiyyətini itirir, şuxluğunu itirir. İnsan sürətlə sanki qocalmağa başlayır. Çünki biz bədənimizi düzgün qidalandırmırıq, düzgün bəsləmirik. Qidalanmağın böyük təsiri var bədənimizə. Çünki biz nə yeyiriksə oyuq. Amma bu günləri biz qidalanmaqdan danışmırıq. Bugünkü mövzumuz məhz bədəndə olan o ağrılar, narahatçılıq, nəyə görə bizim, misal üçün, analarımız, xalalarımız, ayaqları belə şişdi, özləri kökdü, davleniya qalxır, düşür, problemlər dalbadal. Yəni, adam bir mənalı olaraq əziyyət çəkə-çəkə yaşayır və adam baxır, yəni sən də pis olursan. Çünki sənə doğma olan insanlardır, fərqi yoxdur. Lap küçədə keçən tanımadığımız bir qadın olsun. Necə də əziyyətlə yaşayır, necə də gözlərində sevinc yoxdur, işıltı yoxdur, enerji yoxdur, qəlbi doludur, bir sözdə ağlayacaq. Çünki bədən, zehin o qədər ağrıyır, o qədər dolub. Yəni adam bir mənalı həyatından bezib. Bilirsiniz nə qədər insanlar özlərini sui-qəsd etmək istəyirlər. Çünki müəyyən problemləri, xəstəlikləri var, dözə bilmirlər o ağrılara. Burada çox, o bilirsiniz də, hər bir məsələnin, hər bir problemin qısa həlli hər zaman sənin gözünün qarşısında olur və o məlumat sənə çıxır. Çünki uca Tanrı səni qorumaq üçün, səni sevdiyi üçün sənə məlumatlar verir. Amma o səndən asılı olur ki, sən o məlumatı qəbul edəsən, ya etməyəsən. Hətta Quranda belə bir kəlam var ki, mən sizə, yəni sizin gözləriniz görməyəcək, qulaqlarınız eşitməyəcək. Bu o deməkdir ki, yəni bu sırf bugünkü zamanın halıdır. Bir çox insanlar başa düşürlər ki, o kofe ziyandır, o səni öldürür, amma içirlər. Və yaxud başqa qidalardır, anlaya-anlaya onu edirlər. Əla, bu başqa bir mövzudur. Bu haqda da danışacağıq inşallah. Baxın, fiziki bədən, misal üçün sənin qolunda, çiynində, fərqi yoxdur, ayağında bir yırtıq var, illərdir onu sağalda bilmirsən, illərdir həkimləri gezirsən, gedən halda sanki ağrı biraz azalır, çəkilir, çünki orada nəsə masaj edirlər, terapiya edirlər, tok edirlər. Çünki mən şəxsən bütün bunları keçmişəm. Ona görə əminliklə bunu sizə izah edə bilirəm, sizə çatdırıram.
Bəlkə də hiss edirsiniz mənim səsimdən, enerjimdən nə qədər əmin olduğumu. Baxın, mən bir misal danışacağam sizə. Mənim tələbələrimin biri məşhur aparıcıdır. Ad çəkməyəcəm. O xanım deməli mənim yanıma gələndə keçən il 60 yaşında qadındır. Dedi ki, sahib mən artıq uzun illərdir namaz qıla bilmirəm normal olaraq. Yəni oturub ayağa qalxa bilmirəm. Çünki ayaqlarımda ağrı var. Dizimin də birində bir travma var. Uzun illərdir həkim mənə deyir ki, əməliyyat elə. Həkim deyəcək də əməliyyat elə əlbəttə. Mən deyirəm ki, yox, əməliyyatdan qorxuram. Deyirəm ki, nə gözəl ki, siz əməliyyat etməmisiniz. Mən sizin dizinizi bərpa edəcəm. Amma siz mənə inanmalısınız. Biz başladıq xanımdan işləməyə. Mən ona izah etdim ki, bizim bədənimiz necə bərpa olur. Baxın, düşünün, bağlı bir qapı. Əgər o qapını sən heç vaxt açmırsan, orada nə baş verir? Qapı başlayır səs salmağa. Keyfiyyətini itirir. Orada paslanma gedir, quruma gedir. Ümumiyyətcə, adi otağı sən havalandırmayanda otaqda aboylar başlayır sökülməyə. Yəni bu faktdır. Həmçində bizim bədənimiz milyonlarla, milyardlarla hüceyrədən ibarətdir. Yırtıq baş verir. Misal üçün, şəxsən mənim qolumda yırtıq olub. Mən də bütün bu prosedurları keçmişəm. Klinikalar, nə bilim, reabilitasyon mərkəzlər falan filan hər şeyi keçdim. Ora getdiyim zaman yenə də təkrar edirəm. Ağrı biraz yavaşlayırdı, geri çəkilirdi, amma sonra 1 ay, 2 ay sonra yenidən həmən halına qaydırdı və mən başa düşürdüm ki, həmən problem qalıb. Deməli, bədən bərpa olur dartılma halında. Biz dartılmalar edirik. Biz deməli onu etdikcə orada fiziki hərəkətlər var. Misal üçün ən idealı sənə yaraşan yoqadır. Çünki yoqada həm fiziki hərəkətlər var, yəni sən gözəl bədənə sahib ola bilərsən, istədiyin bədənə sahib olarsan. Bilirsiniz necə işləyir? Misal üçün yoqada etdiyimiz hərəkətlər, onlar əslində hasant hərəkətlər deyil. Yəni yoqaya kim gedirsə bilir. O səni bilsən necə tərlədir, səni belə necə deyim, sıxır suluvu çıxardır. Yəni mən biraz aktiv yoqadan deyirəm. Ola bilsin siz nə vaxtsa elə bir təlimçinin yanına düşmüsünüz, o sizə heç bir effekt verə bilməyib. Amma yəni normal yoqa, hatha yoqa, sən orada hərəkətlər edirsən, orada nəfəs açılır, enerjilər açılır, sənin zehnin açılır, bütün zir-zibil problemlər hamısını sən silirsən oradan. Və təxminən bu nəticəni 1 ay ərzində görə bilərsən. Bədən başlayır şəkillənməyə, təbii formada. Deməli, sənin bədənin çox gözəl bilir. Misal üçün, ayaqların piylidir. Sənin bədənin çox gözəl bilir. Orada piyi hardan alıb, əzələni hara vermək və lazımsız olan suları, limfaları oradan necə çıxartmaq. Yoga hərəkətləri məhz ona xidmət edir. Yəni, düzgün etdiyimiz zaman, düzgün nəfəslərlə, dözərək, davamlı olaraq biz inanılmaz super nəticələr alırıq. Misal üçün, fitnessda biraz təhlükəlidir. Çünki orada çəkidir, ağırlıqdır. Belivi balaca düz tutmadığın onurğa sütünü zədələnə bilər. Onurğa sütümüzdə də bizim sinir halqaları var, bilirsiniz. Yəni sonra onu bərpa etmək çox çətindir. Və mən onu tam əminliklə deyə bilərəm ki, bir çox fitness müəllimləri, ən məşhurları mənim dostlarımdır. Onlar bədənləri pastanı ağrıyır. Gah belində problem var, gah qollarında. Yəni bədənlərini zədəliyə bir formada saxlayırlar və mən orada sevmədiyim, bəyənmədiyim nədir? Çünki təbii biraz formadan çıxırlar. Bilirsiniz də, yəni orada istifadə edirlər müxtəlif mayələrdən, bədən şiş olsun, belə görüntüyə üstünlük verirlər. Amma o görüntü əslində botoks görüntüdür. Real görüntü deyil. Real insanın bədəni elə olmamalıdır. Baxın, anatomiyada insanın şəkli necədir? Quru bədən, əzələ, yəni bədən belə olmalıdır. Güclü, qüvvətli, əsl kişi bədəni. Bədən belə şiş olmamalıdır. Belə gezmək o heç də qəşəng deyil əslində. Okey, bir ara trenddə idi, amma indi bir çox insanlar
Və bir çox fitness müəllimləri mən fikir verirəm istiqamətlənirlər daha çox quru bədən çıxardırlar. Yəni öz çəki ilə etdiyi hərəkətlər. Bədən necə bərpa olur? Qısa, konkret. Səndə yırtıq var, misal üçün qolunda. Sən hərəkət etməklə müxtəlif hərəkətlər, orada olan hüceyrələr başlayırlar bir-birlərinə tikilməyə. Və o yırtıq bərpa olur. Ömürlük. O problem sənə bir də qayıtmır. Çıxış yolu budur. Əgər sən bunu bu günləri anlayırsansa və yəni biz bədənimizdə olan ağrıları, istəyir psixoloji olsun, fərqi yoxdur. Bədəndə, zehində olan ağrıları biz hərəkətlərlə bərpa edə bilirik. Yəni hərəkət uzun ömür deməkdir. Bunu biz hər birimiz bilirik. Amma nəyə görəsə zehnimiz, bilirsiniz, müasir insan o qədər belə rahatlıq içində, komfort içində, sanki belə balaca uşaqdır. Nə istəyir, onu istəyir, nə bilim, bugün kofe istəyirəm, sabah nə istəyirəm. Bilirik ki, bizi öldürür o kofe, məhv edir. Bütün bədənimizdə olan mikro-makro elementləri, bütün hər şeyi, sink, bilmirəm, hər şeyi yuyub aparır. Və ondan çox inanılmaz dərəcədə asılılıq yaranır. Yəni, kofe içənlər onu təsdiq edə bilər. Bilirsiniz necə asılılıq yaranır? O sənin bütün enerjini alır, sıfıra salır ki, sən alıb onu içəsən. Sən onu içəndən sonra sənə o enerji, süni enerjini verir, sən özünü xoşbaxt başlayırsan hiss eləməyə. 3 saatdan sonra səndə həmən o effekti yaradır. Eyni zamanda da şirniyyat. Yəni, bilirsiniz, şirniyyat inanılmaz narkotikdir. Mən açıq deyirəm. İnanılmaz narkotikdir. Bu elə bir ki, rəsmləşdirilmiş narkotiklardır. Sonra alkoqol içkiləri, o rəsmləşdirilmiş narkotiklardır. Amma bu günləri bizim mövzumuz bu deyil. Mən bu haqqda da geniş danışacağam. Baxın, qaydaq bədənimizə. Bədənimiz bərpa olur. Deməli, hərəkətlər zamanı bərpa olduğu zaman o sənə biraz ağrılar verir. Sənə biraz diskomfort yaradır. Və sən onu anlamırsan, qorxursan, çəkilirsən dala. Və yenidən qayıdırsan öz problemlərlə, yaşayırsan onlarla illərlə. Biz o ağrılardan qorxmamalıyıq. Yəni, ağrının səviyyəsi var. Bir var pik nöqtə ağrıdır, onda sən əlbəttə ki, saxlamalısan. Onda sənin bədənin səni xəbərdarlıq edir ki, saxla. Mən buradan o yana gedə bilmirəm. Amma o belə yüngül ağrılardır və yaxud neysə hərəkət elədim, yoga elədim, gəldim evə, bədənim ağrıyır. Əlbəttə ağramalıdır. Çünki sən onu istifadə eləmirsən, sən onu işlədmirsən. Bu normal haldır. Orada min cürünə proseslər gedir, bərpa prosesləri gedir. Qaydırıq mənim tələbəmə, hansının ki, illərlə onun həkimi deyirdi ki, sən dizlərini tərpədmə, hərəkət eləmə. Bax, namazı belə qıl, oturan yerdə qıl, heç nə olmaz. O da o həkimə inanıb, çünki onun həkimi də məşhur bir qlavraçdır. İllərlə o xanımı hərəkətsiz vəziyyətdə saxlayaraq ümidləndirib ki, sənin həlli yolun budur. Mən ona dedim ki, sənin həlli yolun bu deyil. Sən başlayacaqsan hərəkətlər eləməyə. Ona bir çox hərəkətlər verdim. 2 ay biz işlədik, individual dərslər keçdik. Orada dahi ayağa məxsus olan bütün hərəkətlər, mən inandırım sizi, bugün həmən o xanım normal namaz qıla bilir. Yəni, əyilir, durur, qalxır, dizlərində də heç bir ağrı yoxdur. Çünki mən bilirəm bədən necə işləyir, bu proses necə baş verir. Əgər səndə də bu problemlərdən biri varsa, başla bədəninlə məşğul olmağa. Çünki sən bədənini aktivləşdirəndə sənin bütün zehnin aktivləşir, sənin həyatın gözəl gedir. Ümumiyyətcə, sənin qərarların, sənin seçimin, bütün 5 hissiyyat orqanları bədəndə aktivləşdirir. O sənin görmək qabiliyyətindir, eşitmək qabiliyyətindir, ağız dadındır və s. Yəni, qısa konkret, sağlam olmaq, güclü olmaq istəyirsənsə, sən bədənini hər zaman iştək vəziyyətdə saxlamalısan. Həftədə 2 dəfə, heç olmasa tərlə. Baxın, bu çox gözəl yatırımdır, sənin özüvə olan yatırımdır. Biz, bilmirəm, cəmiyyət olaraq, bilirsiniz, bir çox şeyləri biz görməmişik, ona görə biraz anlamırıq. Bizim mamalar, bibilər, onlar
yoqaya gediblər, onlar idmana gediblər. Yox, onlar bunu etməyiblər, bilmirlər nədir. Ona görə də 50 yaşlarında, 45 yaşlarında davleniya qalxır, nə bilim 280-da, ürək ağrıyır, ayaqlar şişib olub bu boyda, limfa işləmir, qan dövranı işləmir. Çünki hərəkət yoxdur. Adamı güclə itələyirsən ki, çıx biraz həyətdə, gez ki, ayaqların açılsın. Onu da eləmək istəmir. Çünki anlamır. Yəni problem bu günləri budur. Amma sən ki anlayırsan, sən ki müasir insansan, əgər sən mənim kanalıma baxırsansa, deməli sənin yəni bir qabiliyyətin var, sən internetə girmisən, sənin YouTube'un var, Instagram'ın var. Yəni bizim məlumatımız var. Nəyə görə biz bunu etmirik? Çünki bizə bu şeyləri öyrətməyiblər. Biz düşünürük ki, yox, nə bilim yoqaya ayda 100 manat vermək, 150 manat vermək. Düşünürük ki, bu bir rasxod kimi buna baxırıq. Amma ayda 100 manat rahat kofeyə veririk. Və yaxud siqaret çəkən insanlar ayda 100 manat rahat ona verirlər. Yəni biz bu günləri bizi öldürən şeylərə bəhbəhlə pul veririk, amma bizi sağlam, güclü, həyat dolu edən şeylərə düşünürük ki, yox, bu rasxoddur. Siz elə düşünməyin. Əgər videonu bəyəndinsə, xoşuna gəldisə və düşünürsən ki, faydalıdırsa like qoy, dostunla paylaş. Çünki biz hər zamanda kimlərisə kömək etməliyik. Çünki bu çox gözəl karmadır. Kimlərsə məlumatlananda biz də xoşbaxt oluruq. Namaste.